Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayren beddeylesin, işlerinizi avand eylesin. İnşallah bugün Hums'un hakkında, hac ziyaretinin hakkında ve cihad hakkında ve emri ben maruf hakkında inşallah söhbət edeceğim. Ve aynı zamanda nehy-i az münker hakkında. Bismillahirrahmanirrahim. Hums'un hakkında Fazıl-i Lənkərani'nin risalesinde 13 sayfa izahat verilib. Humus 5'ten 1 demektir. Bunun mənası budur ki, her bir Müslüman bir ilin ərzində özünün ve ailesinin bütün ehtiyaclarını ödeyip, hatta bəxşiş ve hediyeler verenden sonra artık kalan pul ve malın 5'ten 1'ini öz malından ayırmalıdır. Buna humus deyilir. Humus ayırandan sonra onu 2 beraber hisseye bölürler. Birinci yarısı seyyidlerin kasıb ve yoxsullarına verilir. Seyyid o adamlara deyirlər ki, onun nəsli, Peyğəmbərin babası Haşimə çatan adamlara seyyid deyilir. Bunu herkes özü paylaya bilər. İkinci yarısı imam diri ve zahirde olan vaxtda ona verilməlidir. Buna imam malı deyilir. Bu məbləğ imamın öz xalis malı hesab olunur. Əlbəttə bunu imam özünə sərf etmir, müsəlmanların xeyir işlərinə xərcləyir. Lakin bunun zəkatdan fərqi odur ki, bunda digər müsəlmanların haqqı yoxdur. Bunu yaxşı başa düşmək üçün idarələrdə ayrılan direktor fondunu misal göstərmək olar. İdarəyə alınan əşya, işçilərin məvacibi, təmir və s. üçün ayrılmış fondlardan əlavə direktor fondu idarə müdirinə imkan verir ki, idarə daxilində lazımi işlər görsün, öz işçilərindən yaxşı işləyəni mükafatlandırsın, ehtiyacı olana kömək etsin. Burada idarənin ümumi fondunun haqqı yoxdur. İmam malı buna oxşar bir məbləğdir ki, onu imam öz malı kimi müsəlmanların xeyri olan işlərdə xərcləyir. İmam zahirdə olmayanda bu malı imamın naibinə, yəni ələm müctəhidlərə vermək lazımdır ki, lazım olan yerlərə sərf etsinlər. Xumsun əhəmiyyətini deməyə ehtiyac yoxdur. Hər bir müsəlmanın borcudur ki, özündən artıq qalan pul və malın 5'ten 1'ini, hamısını yox, ayırıb ac və fəqir səyyidlərə, müsəlmanlara kömək etsin ki, müsəlman cəmiyyətində ac və möhtac adam qalmasın. Burada qeyd edək ki, hər kəs özü üçün gərək müəyyən bir gün ayırsın. Hər il haman gün gələndə var yoxunu nəzərdən keçirsin. Əgər birdirkindən, yəni keçən ilkindən irəlidirsə, yəni artığı qalıbsa, məsələn, keçən il 5.000 olub, bu il isə 5.000 pulu olub, bu il isə 10.000'dir. Borcu da yoxdursa, onda bir ildə olan artımı, yəni o 5.000'ün 5'te 1'ini ayırmalıdır, yəni 1000 manatını ayırmalıdır. Bu artım ola bilər, nəqd pul olsun ya da başqa şey. Məsələn, lazım olmayan artıq ev əşyası, kəsilməmiş artık parça, heyvan və s.
Bundan əlavə aşağıdakı şeylərdən də xumus vermək lazımdır. Peyğəmbər və ya imam kafirlərlə müharibə edib ələ gətirilən qənimət olan maldan. Bizim zamanımızda bu mümkün deyil, yəni bu yoxdur. İkinci, mədənlərdən ələ gələn qızıl, gümüş, mis, cəvahirat, neft, hətta duz kimi maddələrdən. Üçüncü, müxtəlif yerlərdən tapılmış xəzinə və dəfinələrdən. 4. Dəryalardan çıxarılan mirvari, mərcan və digər qiymətli şeylərdən. 5. Əgər mala haram mal qarışmış olsa, haram malın qədəri və sahibi məlum deyilsə, o qarışıq malın xumusu verilsə, qalan hissəsi halal sayılacaq. Xumus barəsində məsələlər çoxdur. Yəni, burada qısa şəkildə yazılıb. Biz də onları üstün nəzərinizə çatdırırıq. Həc ziyarəti haqqında, həcc haqqında Fazil Lənkəraninin kitabında 3 səhifə izahat verilib. Firudinin 5-ci maddəsi həccidir. Yəni, həddi buluğa çatmış, həddi buluq yaşı bilirsiniz də, 15 yaş və ya qadın tayfalarında isə 9 yaş sayılır. Şəri nöqteyi nəzərlə. Həddi buluğa çatmış, bunun başqa yolları da var. Onları mən desəm, gərək onları izahat eləyəm. Bu uzun çəkər. Hər bir müsəlmana vacibdir ki, ömründə bir dəfə Məkkə şəhərindəki Kəbənin ziyarətinə getsin və bu ziyarət əsnasında müəyyən əməlləri yerinə yetirsin. Kəbə, yəni Allahın evi sayılır da, Əli əleyhissalamın o dünyaya gəldiyi ev sayılır. Allahın xüsusən evi sayıldığı üçün adı Kəbədir, yəni onu gedib ziyarət etmək lazımdır. Həccin şərtləri var. Bu şərtlər əmələ gəlsə, həcc vacib olar. Gəlməsə, ona vacib olmaz. Şərtlər bunlardır. Həccə gedən şəxs gərək həddi buluğa çatmış olsun. İkinci, əqildən məhrum olmaz. Yəni, ağıllı insan olsun. Üçüncü, bədəni sağlam olsun. Yəni, Məkkəyə gedib qayıtmaq üçün bədənində qüvvət olsun. 4. Yollar açıq olsun, mala və ya cana ziyan dəymək təhlükəsi olmasın. Burada Məkkə ona görə deyir ki, yəni Kəbə Məkkə şəhərindədir də, ona görə deyir ki, Məkkəyə getmək. 5. Məkkəyə gedib qayıtmaqdan ötəri lazım olan qədər pulu və ya malı olsun. Həccin mənəvi cəhətdən faydası bunlardır ki, həcc əməllərini yerinə yetirərkən hamı soyunur. Çiyinlərinə bir qətvə salır, ayaq yalın, başı açıq, Ərəbistan gününün istisində sərgərdan görünürlər. Bu qeyri-adi mənzərə insana qiyamət gününü xatırladır. İnsan belə bir isti gündə, susuz və ələfsiz çöldə minlərlə insanları ağa bürünmüş gördükdə, onları qəbirdən qalxmış kimi təsəvvür edir və ərəsat-ı məhşərdə Allah Taala'nın huzurunda hesabat vermək məqamında olan kimi görünür. Belə mənzərəni görən şəxs qiyamət gününü əyani surətdə görmüş kimi o günün dəhşətini təsəvvürünə gətirib dünyada özünü günahlardan və pis əməllərdən saxlayır. Həccin bir faydası da müsəlmanlar arasında vəhdət yaratmaqdır, yəni birlik. Dünyanın hər yerində müxtəlif dillərdə danışan müsəlmanlar Zilhöccə ayının 8 ilə 12-ci günlərində Məkkədə, Minada, Məşərdə və Ərəfatda cəm olub görüşür. Hamı bir ciliddə olan halda eyni əməlləri yerinə yetirirlər. Onların hamısı saf niyyətlə Allahın əmrinə əməl edirlər. Bu əməllər onların həm əqidə, həm din və həm məslək olduqlarını nümayiş etdirir. Dilindən və dərisinin rəngindən asılı olmayaraq müsəlman aləminin arasında ünsiyyət yaratmağı təmin edir. Cihad. Cihadın hökmləri digər vacibatlardan çox azdır. Cəmi yarım vərəq. Cihad 2 qismdir. Cihad-ı əsğər, yəni kiçik cihad. Bir də cihad-ı əkbər, yəni böyük cihad. Peyğəmbər və İmam zahir və hazır olan zaman onların əmri ilə müharibəyə gedib kafirlərlə vuruşmaq cihad-ı əsgər, yəni kiçik cihad sayılır.
bizim zamanımızda peygamber olmadığı için İmam Zahir de değil. Buna göre cihad-ı esker vacib değil. Yani cihad, kiçik cihad vacib değil. Cihad-ı ekber böyük deməkdir də. Əksəriyyətiniz bilir, namaz kılanlar bilir. Cihad-ı ekber ise insanın öz nəfsi müharibə etməsidir. İnsanın öz nəfsi həmişə onu müxtəlif günahlara, pis əməllərə dəvət edir. İnsan öz nəfsini cilovlayıb belə günahlardan özünü saxlasa cihad-ı ekber etmiş olur. Yani öz nəfsi ilə böyük cihad etmiş olur. Bu cihadın faydası hamıya məlumdur. Yani bu barədə çox danışmağa ehtiyac yoxdur. 7. Əmr bə məruf. Bu bəhs haqqında cəmi 2 vərəq izahat verilib. Əmr bə məruf, yəni mərufa əmr etmək, yəni xeyir işlərə, yaxşı işlərə dəvət etmək insanlar. Məruf o işlərə deyilir ki, həm əql, həm də şəriət yanında yaxşı hesab edilir. İnsanları bu cür yaxşı işlərə cəlb və vadar etmək əmr bə məruf adlanır ki, bu bütün müsəlmanlara vacibdir. Yəni insanları düz yola dəvət etmək, xeyirxah işlərə çağırmaq. Məsələn, əgər bir nəfər namaz qılmırsa, bütün müsəlmanlara vacibdir ki, onu başa salıb namaz qılmağa vadar etsinlər. Amma bir nəfər bu şəxsi namaza dəvət etməyə başlasa, qalan müsəlmanların boynundan bu əməl götürürlər. Bu cür vacib işlərə vacibi kifai deyərlər. Demək, əmr bə məruf vacibi kifaidir. Əgər namaz qılmayan şəxsi bir nəfər namaza dəvət edirsə, başqa müsəlmanlara daha vacib deyil ki, onu dəvət və namazı təbliğ etsinlər. Əgər bu işi heç kəs etməsə, onların hamısı müqəssir və günahkar olarlar. 8. Nəhy əz münkər. Nəhy əz münkər, yəni pis əməllərdən qaytarmaq, yəni insanı çəkindirmək. Tamam müsəlmanlara vacibdir ki, əqlən və şərrən, yəni şəriətdə pis hesab edilən əməllərdən insanları nəhy etsinlər, qaytarsınlar. Bu da əmr bə məruf kimi vacibi kifaidir. Məsələn, bir nəfər şərab içir, ya qeybət edir və ya başqa haram əməllərdən birini edirsə, müsəlmanların hamısına vacibdir ki, ona nəsihət edib, onu o işi etməkdən tərk etsinlər. Əgər bir nəfər bu işlə məşğul olsa, qalan müsəlmanlardan bu vacib əməl saqit olar, yəni götürürlər. Əgər heç kəs bu işi etməsə, onların hamısı günahkar olar. Əmr bə məruf və nəhy əz münkər İslam dininin ən lazımlı təklifidir. Bütün peyğəmbərlər və imamlar bu iki iş üçün Allah Teala tərəfindən məbus olublar. İmam Hüseyin əleyhissalam da Allah lənət eləsin də Yezid kimiləri düz yola dəvət etmək üçün, vadar etmək üçün, yəni cihad etdi. Məbus olublar. Bunlar Allah Teala'nın özünə də vacibdir. Əgər Allah Teala əmr bə məruf və nəhy əz münkər üçün peyğəmbərlər və imamlar göndərməsəydi, qiyamət günü insanlar Allahın huzurunda özlərini günah etməkdə müqəssir bilməzdilər. Yəni Allah Teala özü də bizə nəhy əz münkər, əmr bə məruf eləyir ki, yəni biz sabah qiyamətin günündə deməyək ki, biz bunları bilmirdik. Ona görə də Allah Teala bunları biz insanlara, yəni peyğəmbərləri vasitəsilə çatdırır. Qiyamət günü insanlar Allahın huzurunda özlərini günah etməkdə müqəssir bilməzdilər. Deyərdilər ki, biz bilmədik hansı əməl yaxşıdır, hansı pisdir. Allah Teala peyğəmbər və imamlar məbus edib ki, həmişə insanları yaxşı yola dəvət edib pis yollardan qaytarsınlar. Onda günahkar insanlar qiyamətdə özlərini müqəssir bilərlər. Allah Teala təklifi öz üstündən götürmüş olur. Mən də əmr bə məruf və nəhy əz münkəri özümə vacib bilib bu sətirləri yazmağa cəsarət edirəm. Bəlkə bu müxtəsər kitab əqidəsi və zatı pak olan, lakin şəriətin qanunlarını bilməyən müsəlmanlara dəvət və saiti kimi kömək etsin. Onlar əcrə çatsınlar. Mən də vacib təklifi yerinə yetirmiş olum. Yəni bu mütərcimin axırıncı dediklərim öz sözləridir. Əgər əmr bə məruf və nəhy əz münkər İslamın əvvəlində
terk edilmeseydi ve ona ciddi riayet olunsaydı, İslam aleminde pis əməllər bürüzə gəlməzdi. İslam cəmiyyəti elə bir təmiz və pak quruluş olardı ki, tamam millətlər ona rəğbət bəsləyərdi və öz xahişləri ilə İslamı qəbul edərdilər. Peyğəmbər zamanından keçən 14 əsr müddətində bu quruluş bütün dünyaya sirayət edərdi, yəni yayılardı. Dünya başdan başa müsəlman olardı. Bütün xalqlar bir ailənin üzvləri kimi bir-birləri ilə mehriban yaşayardılar. Dünya xalqlarının bugünkü faciəsi əmr və mərufu və nəhy-əl-münkəri tərk etməkdən əmələ gəlib. Bunun əvvəli həmin məsələdir ki, Peyğəmbərin vəfatı zamanı onun təyin etdiyi vəsini, imamı qoyub beyətlərini sındırdılar. Xilafətə layiq olmayan adama beyət etdilər. Mədinə əhli isə o az cəmaatı əmr və məruf və nəhy-əl-münkər etməyib, özləri də onlara tabi oldular. İslamın faciəsi oradan da başladı. Peyğəmbər İslam aləminin həm dini rəhbəri, həm də padişahı idi. Amma necə padişah? Evində bir günlük güzərandan artıq bir şey yox. Yaşadığı yer kiçik bir daxma, əynində ən sadə paltar, həsir üstündə oturar və yatardı. Qullar, dərvişlər və fəqirlərlə bir süfrəyə oturardı. Uşaqlara nəvaziş, böyüklərə mehribanlıq edərdi. Onu təhqir edənlərə iltifat edərdi. Süfrəsində birdən artıq növ xarişi olmazdı, yəni yabanlığı olmazdı. Bir dəfə süfrəsinə duzla çörək olan halda onun qabağına bir kasa süd qoydular. O cənab buyurur ki, siz məni haçan 2 növ yemək istifadə edən görmürsünüz. Yəni 2 cürə yemək yeyən görürsünüz. Bizim indiki cəmaatlar 20 cürə yeməklər düzəllər. Bunların birini götürün. Duzu götürmək istəyəndə buyurur ki, südü götürün. Südü aparıb fəqirlərə verirlər. Özü duzla çörək yeyir. Peyğəmbər sallallahu belə padişahlıq edirdi. Burada yəni məcazi mənadadır. Yəni peyğəmbərlik edirdi. Lakin onun vəfatından sonra peyğəmbərin yerindən dəbdəbəli bir səltənət kimi istifadə etdilər. Xarici millətlərin İslama qarşı münasibəti dəyişdi. Xəlifələrin din xadimi deyil, rəyasət tələb olduqları aşkar olduqca İslamın nüfuzu azaldı və xaricilər onlara üstün olmağa başladı. Bundan məlum olur ki, İslamın payidar və bərqərar olması üçün əmr və məruf və nəhy-əl-münkər ən əsas şərtlərdəndir. Bunlar İslam dininin sütunları sayılır. Qeyd edək ki, əmr və məruf və nəhy-əl-münkər etməkdə əgər təhlükə olsa və ya onların müsbət nəticə verəcəyinə ümid olmasa, onlara əməl etmək onda lazım deyil. Bu qədərlə bugün söhbəti tamamlayıram. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun. Allaha əmanət olun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.